İran Xarici İşlər Nazirinin müavini Səid Xətibzadə Zəngəzur dəhlizindən danışıb. Düşünürəm ki, bu tip formulalar aydın şəkildə müəyyən edilməlidir. Biz də bunu ondan sonra şərh etməliyik. Əgər dəhliz Ermənistanın suverenliyini tanımamaq deməkdirsə, hesab edirəm ki, hətta Azərbaycan da bunu istəmir. İran şübhəsiz ki, Ermənistan da daxil olmaqla istənilən ölkənin ərazi bütövlüyünü və suverenliyini pozan hər hansı təşəbbüsün əleyhinədir. Bizim mövqeyimiz çox aydındır. Biz Azərbaycanın, Ermənistanın və bütün region ölkələrinin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Çünki regionda bizə lazım olan beynəlxalq hüquqdur. Deməli, əgər dəhliz bizim regionumuzu 2-3 fərqli hissəyə bölən, yaxud Ermənistan Respublikasının suverenliyinə zidd olan, yaxud bu regionun geosiyasi və geostrateji mənzərəsini, geosiyasi xəritəsini dəyişdirən bir şeyi nəzərdə tutursa, bu baş verə bilməyəcək bir şeydir. İran hesab edir ki, kommunikasiya, nəqliyyat marşrutları və bütün ölkələrə şaxələndirilmiş birbaşa çıxış zəruridir və biz bunu həqiqətən dəstəkləyirik. Əgər Ermənistan və Azərbaycan sülhün qovşağını yaratmaq qərarına gəlsələr, biz şübhəsiz ki, bundan çox sevinəcəyik. Bizim də təbii ki, öz proqramlarımız var. İqtisadiyyat baxımından ən yaxşısı olduğuna inandığımız ənənəvi marşrutlarımızı regional əlaqə baxımından təklif edə bilərik. Bununla belə, biz bu region ölkələri arasında qarşılıqlı razılaşmanın nəticəsi olan hər şeyi alqışlayırıq. Rusiyanın Ermənistandan qafan tələbinin səbəbləri. Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Ermənistana son səfərindən sonra bəyan edib ki, Moskva Ermənistanda ikinci baş konsulluq açmaq niyyətindədir. Hələ 2023-cü ilin payızında nümayəndəliyin açılması haqqında danışılırdı. Lakin konsulluq hələ açılmayıb. Bu barədə Vestnik Kafkaza məlumat yayıb. Qafan haradır? Qafan Ermənistanın cənubunda, Zəngəzur rayonunun inzibati mərkəzidir. Əhalisi 50 min nəfərdən çox olmayan kiçik bir şəhərdir. Zəngəzur silsiləsinin cənub-şərq yamaclarında, Voxçi çayı vadisində Azərbaycanla sərhəddə yerləşən Ermənistan vilayətidir. Şəhərdə rus dilində danışanlar da çox azdır. Rusiyalı diplomatlar bu barədə təxminən 2 il əvvəl danışıblar və qeyd ediblər ki, konsulluq təkcə Ermənistanda Rusiya vətəndaşlarının maraqlarına xidmət etməklə məşğul deyil. Qafanda baş konsulluq nəyə görə lazımdır? 2022-ci ilin oktyabrında İran Qafanda baş konsulluq açıb. 2023-cü ilin yayında Fransa orada nümayəndəlik açmaq niyyətində olduğunu bildirib. Ardınca da Rusiya. Yəqin ki, Zəngəzur rayonundan maraq onun strateji yerləşməsi ilə bağlıdır. Qafan Ermənistanın cənubundakı ən böyük şəhərdir. Ermənistanın şimalına və İrana gedən yeganə avtomobil yolu oradan keçir. Rusiya Qafana Ermənistandakı mövcudluğunu genişləndirmək üçün fürsət kimi baxır. Lakin nümayəndəliyin açılması prosesinin uzanması onu deməyə əsas verir ki, İrəvan 2 ilə yaxındır ki, qəsdən bu məsələnin həllindən yayınır. Qafandakı baş konsulluğun iqtisadi əhəmiyyəti. Regionda kommunikasiyaların açılması vasitəsi hesab edilən Zəngəzur rayonu ərazisindən keçən nəqliyyat dəhlizi layihəsi həyata keçirilsə, o, Cənubi Qafqazda gəlirli nəqliyyat arteriyasına çevrilə bilər. Hazırda potensial tranzit şəraiti, yolun kimin çəkəcəyi barədə heç nə məlum deyil. Sadəcə ermənilər tərəfindən tikilməyəcəyi bəllidir. Ermənistanın resurs bazası onu dəmir yolları çəkməyə imkan vermir və reyslərin əvvəllər Ermənistan SSR ərazisindən keçən hissəsi çoxdan sökülüb. Yeni yol sıfırdan tikilməli olacaq və bir vaxtlar Podratçı qismində Rusiyanın dövlət korporasiyası Rusiya dəmir yollarının adı çəkilirdi. Çünki Ermənistanın bütün dəmir yolları Rusiya dəmir yolları tərəfindən yaradılmış Cənubi Qafqaz dəmir yollarının konsesiya idarəçiliyindədir. Belə olan halda Zəngəzur tez bir zamanda Rusiyalı mütəxəssislərlə dolacaqdır. Onda Qafandakı baş konsulluq özünü doğruldacaq. Qafandakı baş konsulluğun hərbi əhəmiyyəti. Rusiya hərbçiləri Ermənistan ərazisində ikinci hərbi bazanın yaradılmasının məqsədə uyğunluğu barədə fikirlərini bildirib. NATO Zəngəzura diqqət yetirir. Ermənistanın KTMT-dən çıxacağı təqdirdə orada monitoring qrupları yerləşdirmək istəyir. Maraqlıdır ki, Rusiyanın yeganə baş konsulluğu da İrəvanda deyil. Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyi Gümrü şəhərində yerləşir. Simonyanın 300 min Azərbaycanlı açıqlaması qorxuludur. Ermənistan parlamentinin sədri Alen Simonyanın 300 min Azərbaycanlının qayıdışının mümkünlüyü ilə bağlı jurnalistin sualına cavabı erməni politoloqların hələ də müzakirə etdiyi mövzudur.
Simonyan 300 min Azərbaycanlının geri qayıdışı məsələsinə Gürcüstanda ermənilər necə yaşayırsa, Azərbaycanlılar da burada, bizim torpağımızda yaşayacaqlar. Onlar yerləşəcəklər və bu qədər sözləri ilə reaksiya vermişdi. Fakt erməni nəşri yazıb ki, 2 milyona yaxın əhalinin olduğu ölkədə 300 min Azərbaycanlı, yəni əhalinin 6da biri ciddi təhlükədir. Simonyanın qarşılıqlı olaraq ermənilərin də Qarabağa və yaxud Bakıya qayıtması mümkünlüyü haqda açıqlamasını isə erməni politoloqlar görməzdən gəlməyə çalışıblar və əsas diqqəti məhz 300 min Azərbaycanlının qayıdışına yönəldiblər. Qeyd edək ki, Simonyan qarşılıqlı olaraq qayıtmaqdan, sülh sazişindən 5 dəqiqə sonra erməni və azərbaycanlıların artıq alış-verişə başlayacağından bəhs edib və erməni politoloqlar buna toxunmaq istəmirlər. Əslində ən böyük təhlükə ermənilərin qayıdışıdır. Çünki azərbaycanlılar əzəli torpaqlarında, indi Ermənistan adlanan ərazidə sakit yaşayıblar. Ötən əsrdə 4 dəfə öz yurdlarından deportasiya edilsələr də, bircə dəfə də olsun torpaq iddiası qaldırmayıblar. Əvəzində isə qovulublar, təhqir ediliblər, etnik zəmində təzyiqlərə məruz qalıblar, qısnanıblar, vəzifə verilməyib və s. Ermənilər isə Bakıda yaşadıkları müddətdə burada onlara yaradılan çoxsaylı imtiyazlardan istifadə ediblər, Qarabağda da ayrıca respublika kimi davranıblar, öz məktəbləri, universitetləri, bütün hər yerdə erməni dili, bütün vəzifələrdə ermənilər. Bakının özündə belə bütün rayonların ən azı ikinci katibləri ermənilər idi. Yəni, əslində Simonyanın təklifi Azərbaycan üçün yaxın 10 illiklərdə növbəti erməni qara yarası hazırlamaqdan başqa bir şey deyil.